Şahar kəndinin sahəsidir. Nəğiş Musayev də sahibkardır və bu Nəğiş Musayevin pambıq sahəsidir. Uşaq vaxtı bizi məktəbdən pambığa aparırdılar və seyrətmə gedirdi. Qalxanda belimizi düzəldə bilmirdik. İndi seyrətmə olub, eləmi? Bəli, indi texnika özü kilo qoysan, neçə kilo? 12 kilodan 25 kilo qədər. Texnika özdəki. İndi burada neçə hektar sahən var? Bura 5 hektar. 5 hektar. 1 hektarından nə qədər məhsul götürə bilirsən? Baxır ilə, indi o yalan demək olmaz qabaqda. Məsələn, indi mövsüm necə, elə olur 60 da götürmüşəm. Ya da sizə bir dəfə çiçək. Bəli, mən bir dəfə də gəlib sizinlə görüşmüşdüm. 60, laf elə olur 80 sentinə götürmüşəm, elə olur 40 sentinə götürmüşəm. İl və illər uyğun gəlməz. Suvarılıb da bu. İndi bu neçə dəfə suvarılıb? İnşallah elə bilən bu suvarma növbədən kənar oldu da. Belə deyə bu taxıl yerdir. İndi taxıl yer olduğuna görə iki cür qurd yaradır. Biri yeraltı qurddur, biri yerüstü. Bax o yeraltı qurd, yerüstü qurd. Yerüstü qurd pambığı buradan kəsir. Düz buradan gövdəsi qalır. Gövdəsi qalır. Bir də aşağıdan kəsir. İki cür qurd var indi burada. Bəli. Ora əvvəl burada taxıl əkmişdi. Bəli. Taxıl əkəndən sonra indi belə çıxır ki, iki növ qurd yaranıb. Bəli. Taxıldan sonra onlarla necə mübarizə aparırsınız? Belə suladım ki, qurd hərəkət edə bilmir. Yer palçıqda axı. Hə. Palçığa görə qurd hərəkət edə bilmir, pambığı da qalxacaq. Ondan sonra da qurdlar nə yumurta qoya bilir, nə artmayacaq. Başqa dərman vasitələri yoxdur onu öldürmək üçün. Dərman var, dərman o qədərdir. Yerin altında qalacaq dərman. Effekt vermir. Bəli. Ancaq yolu suvarmaqdır. Bəli. Xeyirli olsun. Allah köməyiniz olsun, Allah var olsun. Allah sizi var eləsin. Belə də indi hər halda siz burada bir həm iş yeri yaradırsınız, həm özünüz sahibkar kimi buradan qazanc götürürsünüz, ailə dolandırırsınız, nə qədər insanlara iş verirsiniz və ölkənin də pambıq istehsalına töhfə verirsiniz. Bunun üçün subsidiya da almışsınız. Veriləcək indi. Veriləcək. Elə bir sizin narahatlığınız yoxdur ha. Çox sağ olsun, bizim başarımız var, Ramil, müdür Mayev. Onlara da çox sağ olsun və siz də çox sağ olun ki, mən sizə çox razıyam. Milli Məclisdə Aqrar Siyasət Komitəsinin sədr müaviniyəm, sədr Tahir müəllim Rızayevdir. Yəni bu mənim həm də işimdir, vəzifəmdir və dövlətin mənə tapşırdığı bir, yəni parlamentdə mənim vəzifəmdir və mən də bu vəzifəmi layiqincə yerinə yetirmək istəyirəm. Həm də mənə maraqlıdır ki, yəni bu kənd təsərrüfatı doğrudan da ən çox iş yaradan sahədir. Və daha çox insan əkərsə, daha çox insan işlə təmin olunur. Yəni kənd yerində zavod, fabrika açmaq mümkün olmayacaq. Təbii ki, kənd əhalisi kənd təsərrüfatı ilə dolanmalıdır. Sağ olun ki, yaratmışsınız. Sizin başqa sahələriniz də var. Onlara da gedək baxaq.